Salam. Bugün 14 Aprel Bazar ertəsidir. Yeni bir həftəyə ulduzların enerjisi ilə başlamağa nə deyirsiniz? Gəlin bugünün sizə nələr gətirəcəyinə birlikdə nəzər salaq. Budur gündəlik bürc proqnozlarınız. Qoç, əziz qoçlar, yeni həftəyə çox dinamik başlayırsınız. 14 Aprel sizin üçün iş və karyera sahəsində parlaq imkanlar vəd edir. Bazar günündən topladığınız enerji bugün bütün çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Yeni layihələrə başlamaq və ya vacib görüşlər təyin etmək üçün əla zamandır. Özünüzə olan inamınız ətrafdakıları da ruhlandıracaq. Sadəcə başqalarının fikirlərinə qarşı biraz daha səbirli olmağa çalışın. Uğur sizin tərəfinizdədir. Buğalar, bugün diqqətiniz maliyyə və praktiki məsələlərdə olacaq. 14 Apreldə gəlirlərinizi artırmaq üçün yeni yollar tapa bilərsiniz. İş mühitində sabitlik və etibarlılığınızla seçiləcəksiniz. Ola bilsin ki, rəhbərlikdən xoş bir tərif və ya dəstək alasınız. Şəxsi həyatınızda isə biraz daha elastik olmağınız tövsiyə olunur. Planlarda dəyişiklik olsa, narahat olmayın. Axşam saatlarını özünüzə qapanaraq sakit bir mühitdə keçirmək sizə yaxşı gələcək. Əkizlər üçün bugün məlumat axını çox sürətlidir. 14 Apreldə yeni bir xəbər və ya məlumat bütün planlarınızı dəyişə bilər. Ünsiyyət bacarığınız bugün ən böyük silahınızdır. İnsanları dilə tutmaq və razı salmaq sizin üçün uşaq oyuncağı olacaq. Sosial çevrənizdə diqqət mərkəzindəsiniz. Zehni olaraq biraz yorula bilərsiniz, ona görə də qısa fasilələr verməyi unutmayın. Yeni bir kurs və ya dərslə maraqlanmaq üçün də düşərli gündür. Əziz xərçənglər, bugün daxili dünyanızda biraz təmizlik aparmaq istəyəcəksiniz. 14 Aprel sizə keçmişdə qalan bəzi məsələləri birdəfəlik həll etmək fürsəti verir. Emosional olaraq özünüzü daha güclü hiss edəcəyiniz bir gündür. İş yerində kollektivlə işləmək əvəzinə fərdi tapşırıqlara üstünlük verməyiniz daha məhsuldar ola bilər. Evinizdə və ya iş masanızda yaradacağınız kiçik dəyişikliklər ruh halınızı müsbətə doğru dəyişəcək. İntuisiyanıza güvənin. Şirlər, bugün sosial həyatınızda parlaq anlar yaşayacaqsınız. 14 Apreldə dostlarınızla və ya həmfikir olduğunuz insanlarla bir araya gəlmək sizə böyük motivasiya verəcək. Gələcəklə bağlı böyük planlar qurmaq üçün ideal vaxtdır. İnsanlar sizin liderlik keyfiyyətlərinizə ehtiyac duyur, ona görə də məsuliyyətdən qaçmayın. Romantik münasibətlərdə isə səmimiyyət ön plandadır. Qəlbinizi açmaqdan və arzularınızı dilə gətirməkdən çəkinməyin. Qız bürcləri üçün bugün peşəkar yüksəliş günüdür. 14 Apreldə göstərdiyiniz səylərin bəhrəsini görməyə başlayacaqsınız. Detallara olan bağlılığınız sayəsində heç kimin görmədiyi səhvləri düzəldə bilərsiniz. İş mühitində nizam yaratmaq sizin əlinizdədir. Lakin çox mükəmməliyyətçi olub özünüzü yormayın. Sağlamlığınıza diqqət yetirmək üçün də yaxşı gündür. Bol su içməyi və dik oturmağı unutmayın. Müvəffəqiyyət sizin sistemli çalışmağınızın nəticəsidir. Tərəzilər, bugün üfüqlərinizi genişləndirmək vaxtıdır. 14 Apreldə fərqli mədəniyyətlər, xarici dillər və ya hüquqi məsələlərlə bağlı yeniliklər gözlənilir. Ədalət hissiniz bugün çox güclüdür. Ətrafınızda baş verən haqsızlıqlara qarşı səssiz qala bilməyəcəksiniz. Səyahət planları və ya uzaqdan gələn qonaqlar gününüzə rəng qata bilər. Həyatın fəlsəfi tərəflərini düşünmək sizə hüzur verəcək. Balansınızı qoruyun və hər şeyin ən gözəlinə layiq olduğunuzu xatırlayın. Əziz əqrəblər, 14 Aprel sizin üçün transformasiya və yenilənmə günüdür. Maddi məsələlərdə, xüsusən də ortaq büdcə və ya borclarla bağlı mövzularda ehtiyatlı, amma cəsarətli olun. Daxili gücünüz bugün hər zamankından daha qabarıqdır. Bir şeyi dərindən araşdırmaq və həqiqəti üzə çıxarmaq istəyiniz sizi uğura aparacaq.
Psixoloji olaraq özünüzü kəşf etmək üçün meditasiya və ya oxumaq faydalı olar. Dəyişiklikdən qorxmayın, çünki bu yeni bir gücün başlanğıcıdır. Ox atan. Ox atanlar bugün diqqət mərkəzində tərəfdaşlıqlar və ikili münasibətlərdir. 14 apreldə həm işdə, həm də şəxsi həyatınızda əməkdaşlıq etmək sizə daha çox qazandıracaq. Qarşı tərəfin fikirlərinə hörmətlə yanaşmaq və orta yol tapmaq günün əsas mövzusudur. Əgər bir anlaşma və ya müqavilə imzalamalı olsanız, ulduzlar sizi dəstəkləyir. Sevgidə isə sürprizlər yaşana bilər. Səmimi bir etiraf münasibətlərinizi yeni səviyyəyə daşıyacaq. Paylaşdıqca çoxalırsınız. Oğlaq. Oğlaqlar bugün iş rejiminə tam sürətlə daxil olursunuz. 14 aprel sizin üçün gündəlik vəzifələri yerinə yetirmək və faydalı olmaq günüdür. İş yerindəki kiçik problemləri həll etmək bacarığınız hamı tərəfindən təqdir olunacaq. Sağlamlıq mövzusunda yeni vərdişlərə başlamaq üçün əla vaxtdır, bəlkə də idmana başlamağın zamanı gəlib. Özünüzü çox yükləməməyə çalışın, çünki səmərəlilik qədər dincəlmək də vacibdir. Hər şeyi nəzarətdə saxlamaq hüzurunuzun açarıdır. Dolça. Əziz dolçalar, bugün daxili uşağınızı sevindirmə vaxtıdır. 14 aprel sizə bol yaradıcılıq və sevinç vəd edir. Hobbilərinizlə məşğul olmaq və ya yeni bir yaradıcı işə başlamaq üçün möhtəşəm enerjilər var, eşq həyatınızda canlanma və ehtiras hiss olunacaq. Əgər övladlarınız varsa, onlarla vaxt keçirmək sizə unudulmaz anlar bəxş edər. Risk etməkdən qorxmayın, amma məntiqli addımlar atın. Bugün həyatın dadını çıxarmaq üçün ulduzlar sizin üçün çalışır. Balıq. Balıqlar, bugün eviniz və ailəniz sizin sığınacağınız olacaq. 14 apreldə məişət qayğıları ilə məşğul olmaq və ya evdə kiçik təmir işləri görmək sizə zövq verəcək. Valideynləriniz və ya böyüklərinizlə vaxt keçirmək mənəvi olaraq sizi gücləndirəcək. Emosional təhlükəsizlik bugün sizin üçün hər şeydən önəmlidir. İş həyatında yaranan gərginlikləri qapının arxasında qoymağa çalışın. Sakit bir musiqi və sevdiyiniz bir kitabla axşamı tamamlamaq ruhunuzu qidalandıracaq. Və sonda, 14 aprel proqnozlarının sonuna gəldik. Yeni həftənin sizə uğur, sevgi və bol şans gətirməsini arzulayırıq. Ulduzlarınız hər zaman parlasın. Sabah yenidən eyni saatda görüşənədək hələlik.